Ukrayna dünyanın ən böyük silah idxalçısıdır. Stockholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında qeyd edilir ki, 2020-2024-cü illərdə Ukraynanın silah idxalı əvvəlki illərə nisbətən 100 dəfəyədək artıb. Rusiyanın Ukraynaya qarşı təcavüzü, ABŞ-nin qeyri-müəyyən xarici siyasəti fonunda Avropada da silah idxalı 155% artıb. Bu silahların 64%-ni ABŞ təchiz edib. NATO-ya daxil Avropa ölkələri ABŞ-dən 500-ə yaxın döyüş təyyarəsi alıb. Hesabatda ABŞ-nin silah ixracını 43% artıraraq qlobal liderə çevrildiyi, Rusiyanın ixracının isə 64% gerilədiyi vurğulanır. Ötən illərdə olduğu kimi bu il yayımlanan silah bazarında idxal və ixrac statistikasında Azərbaycana aid məlumat yoxdur. Azərbaycan hökuməti bu məlumatları dövlət sirridir deyib açıqlamır. Əslində dövlət sirri kimi təqdim edilən məsələ dünya silah bazarında şəffaflıq prinsipini pozur. Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında deyir ki, Azərbaycanı dünya silah bazarında önəmli oyunçuya çevirməyə hədəfləyir. Biz yaxın gələcəkdə dünya silah bazarında önəmli oyunçuya çevrilək və bu imkanlar var. Ötən il Sipri Azadlıq Radiosuna bildirmişdi ki, Azərbaycan məlumatları paylaşmadığı üçün onun silah sənayesinin imkanlarını araşdırmaq mümkün deyil. Siprinin açıqlamasına görə açıq mənbələrə əsaslanaraq demək olar ki, Azərbaycan heç vaxt gözə çarpan silah ixracatçısı olmayıb və silah sənayesi əsasən idxaldan asılı vəziyyətdədir.